Niyə heç kim bu barədə danışmır? Ailədə bir şey var ki, çox adam anlamır. Sir saxlamaq. Hər kəs hər şeyi dostuna, bacısına, anasına danışır. Amma başa düşmür ki, ailə içində olan hər söz ailə içində qalmalıdır. Tutaq ki, həyat yoldaşınla biraz sözün çəp gəlib. Gedib dostuna danışırsan. Dostun da başqasına deyir, biri də biraz üstünə qatır başqasına deyir. Və sabah bu söz dolanıb gəlib çatır o evə. Onda nə olur? Güvən gedir, hörmət itir. Lap söz qayıdıb ailəyə çatmasın. Yoldaşının da xəbəri olmasın ki, ailə sirrini açmısan. Bugün gedib qonşunun, dostunun, lap valideynlərinin yanında həyat yoldaşını əsəbindən pisləyirsən. Sabah sənin yoldaşınla aran düzəlir, amma ailənin, dostlarının gözündə sənin həyat yoldaşın dəyərsiz olur. Üzüvə vurmayacaqlar, amma ürəklərində deyəcəklər ki, bu deyildi dünən yoldaşına filan sözləri deyən, indi durub yoldaşı ilə getdiyi səfərdən danışır, yoldaşını tərifləyir. Bir gün başa düşəcəksən ki, sənin ailən, sənin dostlarından, qonşundan, sosial mediyandan daha müqəddəsdir. Sir saxlaya bilməyən insan ailəsini qoruyub saxlaya bilmir.